Bakı şəhərində Arena Plazada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə asılılıqlara qarşı mübarizə tətbiq edici təlim proqramının birinci mərhələsi keçirilib. Təlim proqramında Gənclər Evi sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Proqram çərçivəsində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən A və B qruplarına bölünən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlərdə sağlam həyat və önləyici tədbirlərə yanaşmalar, Türkiyə asılılıqlarla mübarizə təhsil tətbiqi nümunəsi, asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri, tütün asılılığı, texnologiya asılılığı, maddə asılılığı, qumar asılılığı, təqdimat texnikaları və interaktiv təlim metodları mövzuları əhatə edilib. Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstəriblər. Mayın 25-də Bakı Gənclər Mərkəzində təşkil olunan bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyi və Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.